Bizim qəhrəmanımız İbad Hüseynov Xocavənd rayonunda, Azərbaycanın dilbər güşələrindən biri olan Xocavənd rayonunda doğulub, boya başa çatıb və istərdik ki, elə məclisimizin bu anında Xocavənd rayonunun icra hakimiyyətinin başçısı hörmətli Eyvaz Hüseynovu da səhnəyə dəvət edək. O da öz doğması İbad Hüseynov haqqında öz ürək sözlərini desin. Buyurun. Hörmətli dostlar, əziz qardaş Türkiyədən gələn bizim qardaşlarımız, hocalarımız, hörmətli qardaşlar, bacılar, xanımlar və cənablar, hörmətli millət vəkilləri, sizin hamınızı mən də salamlayıram və təşəkkür edirəm hamınıza ki, bugün əziyyət çəkmişsiniz, bugün belə bir möhtəşəm tədbirə gəlmişsiniz və gəlişinizlə bizim bu məclisimizi qiymətləndirmişsiniz və şərəfləndirmişsiniz. İbad haqqında çoxlu danışmaq olar. Yəni, çox danışılacaq sözlər çoxdur. Biz ailədə 5 qardaşıq. Savaş başlayanda ən böyüyü mən idim. 29-30 yaşım var idi, ən böyüyü mən idim. Kiçiyimizin 15 yaşı var idi. Yəni, bir nəfər kimi bizim 5 nəfər qardaşlarım savaşda iştirak ediblər. Bütün qardaşlarım mənim batalyona komandir eləyiblər. 2 qardaşım komandir batalyon olub. İbad da bizim kəşfiyyat bölüyünün, dəstəsinin komandiri olub. Və bir mənalı şəkildə deyirəm ki, bizim istiqamətdə, Xocavənd istiqamətində, bütün döyüş əməliyyatlarında ən öndə gedən, bütün döyüş əməliyyatlarını həyata keçirən, onun qardaşlarının düşündüyü, planlaşdırdığı döyüş əməliyyatlarını həyata keçirən məhz İbad olub. Və biz heç bir vaxt bir-birimizə qardaş münasibəti, yəni bizim sadəcə imkanımız olmayıb bizim bir-birimizə qardaş münasibəti bəsləməyə. Elə yenicə böyümüşdü, uşaqlar böyümüşdük, savaş başladı. Biz hamımız demək olar ki, döyüş dostlar olmuşuq. Dost olmuşuq bir-birimizlə. Yəni bizim ətrafımızda döyüşmüş bizim digər qardaşlarımızla bizim ailə üzvlərinin heç bir fərqi olmuyor. Və biz şəxsən mən heç bir vaxt deyək ki, İbada qardaşım kimi müraciət eləməmişəm. O sadəcə bizim ən birinci döyüşçümüz idi. O bizim birinci lider döyüşçüydü. Yəni İbad olan yerdə döyüş əməliyyatları həmişə uğurla həyata keçirirdi. Mən bu haqda kifayət qədər məlumatları, xatirələr danışmaq olar. Bir şeyi sadəcə bildirmək istəyirəm ki, İbad sağlığında öz şəklini bizim şəhid olmuş qardaşlarımızın bir lövhəsi vardı, şəhidlərin olmuş lövhə yaratmışdı. İbad öz şəkildə o lövhəyə vurmuşdu. Və İbad bir mənalı şəkildə məhz deyək ki, şəhid olmaq üçün tam hazır idi və şəhid olmaq istəyirdi. Və o düşünürdü ki, bu qardaşların yolu ilə, dostlarının yolu ilə gedəcəkdir. Və bugün qeyd olundu, bugün biz İbadın doğum gününə yığışmışıq. İbadın ikinci bir doğum günü də var. Dekabr ayının 26-sı. İbad ikinci dəfə dekabr ayının 26-sında doğulubdur. Yəni bugün həqiqətən Elman müəllim dediyi kimi oturub o günləri danışmaq, o gün döyüşləri danışmaq, müharibə vaxtı gedən prosesləri danışmaq olduqca asandır. Amma dəfələrlə belə hadisələr olub ki, biz İbadı göndərmişik, İbad mühasirə vəziyyətində qalıb, biz bu tərəfdə qalmışıq. Mühasirədə qalıb. Yəni, oradan çıxmaq imkanı ümumiyyətlə olmayıb ki, oradan çıxacaqdır. Və mən rasiya ilə danışanda İbadı düşünmürdüm ki, İbad oradan sağ çıxsın. İbada yalvarırdım ki, onun yanında olan insanlar oradan sağ çıxarsın. Onun dostlarını sağ çıxarsın. Dekabr ayının 26-sında burada qeyd olundu. İbad növbəti döyüş əməliyyatına qaydanda bizim qardaşımız, mənim kiçik qardaşım, İbadın böyük qardaşı İlyas, komandir bizim batalyonun komandiri idi. Xocavənd batalyonun komandiri idi. İlyasla biz durub baxırdıq, müşahidə eləyirdik. İbadgilin gəlişini müşahidə eləyirdik. Əslində İbadgil oradan çıxmaq istəmirdi. İbadgil elə bir mövqe seçmişdilər. Kəşfiyyatdan qayıdıb gəlib bir ermənilərin düz qarşısında bir mövqe seçmişdilər. Amma o mövqe seçilən mövqe aşağıdaydı. Biz İlyasla biz yuxarıda durub müşahidə eləyirdik onu. İbad oradan çıxmaq istəmirdi. Həmin mövqedən çıxmaq istəmirdi. Mən rasiya ilə danışdım, dedim oradan çıx. Dedi ki, bizim uşaqlar bir-birinə Burat deyir. Dedi, Burat, bura yaxşıdır, mövqe dedim, çıx. Vəziyyət orada çətindir.
hərəkət, ermənilərin hərəkəti o istiqamətə yönəlib, orada itki verə bilərsin, uşaqlar çıx. Çıxdı, gəldi, yəni bugün həqiqətən danışmaq belə yadıma salanda bugün də həyəcanlanıram. İbad gəldi, oturduğu maşın, OAZ maşını, xidməti maşını, öz sürücüsü ilə. Gəldi, maşın gəldi, biz də baxırıq. Yəni, bir qardaşı, böyük qardaşı mən, məndən kiçik qardaşı İlyas. Maşın gəldi, təxminən bizim bir 200 metrimizdə maşın düşdü miniyə. Maşın düşdü miniyə, OAZ maşını dikə-tik oldu, ümumiyyətlə dikə-tik oldu. Dikə-tik oldu, sürücüsü elə orada Ağcabədi rayonu Kürtlər kəndindən Akif adlı bir qəhrəman oğlan var idi köylü. O şəhid oldu. İbad da çox ağır vəziyyətdə, çox ağır yaralandı. Yəni biz bu mərkəzi hospitalda İbadın ümumiyyətlə yaşamasına şans yox idi. Həkimlər bir mənalı şəkildə bizə bildirdilər ki, bunun yaşamaq şansı yoxdur. Yəni həyatda bəlkə 1000 nəfərdən 1-2-si yaşaya, onu da Allah saxlaya bilər. Elə gətirdi ki, İbad yəni yaşadı. Burada qeyd oldu, təxminən 25 gün komada qaldıqdan sonra İbad ayıldı. Və öz müalicəsini yarımçıq qoyaraq cəbhə xəttinə getdi. Bugün burada bizim İlham qardaşımız var, İlham. Hardadır İlham? İlhamı salamlayıram, İlham bizim, İlham Məhrəmov. Yəni İbadla bir palatada yatırdılar. O da çox ağır vəziyyətdə idi, çox çətin vəziyyətdə idi. Anası ilə bir yerdə qalırdı. İbad da oradaydı, mən də orada hər gün orada olurdum. Bugün yəni İbadın yaşaması ikinci doğum günü 26 dekabrdadır. Mən bir daha sizin hamınıza təşəkkür edirəm, öz minnətdarlığımı bildirirəm. Bugün bizim millət olaraq, xalq olaraq, dövlət olaraq bizim ən müqəddəs vəzifəmiz torpaqlarımızı işğaldan azad eləməkdir. Ən böyük vəzifəmiz bundan ibarət. Və bunun uğrunda biz 20 min şəhid vermişik. 20 min oğlumuz qurban vermişik torpaqlarımızın azad olunması uğrunda. 10 minlərdən oğullarımız qazi olub, yaralanıblar. Ağır vəziyyətdədir, bizim İlham qardaşımız kimi. Və bizim o torpaqları azad eləməyə, bizim haqqımız, azad etməməyə haqqımız yoxdur. Bir dövlət olaraq, millət olaraq, xalq olaraq, kişi olaraq və təbii ki, İbadın da ən böyük arzusu torpaqlarımızı işğaldan azad edilməsi və o döyüşdə iştirak eləməyidir. Döyüşdə iştirak, bu başladığı savaşı axıra çatdırmaqdır. Mən inanıram ki, tezliklə bu baş verəcək. İnanıram ki, tezliklə Ali Baş Komandanın əmri ilə, ordumuzun gücü ilə, xalqımızın gücü ilə tezliklə biz müqəddəs Qarabağı işğaldan azad edəcəyik. Mən həmin döyüşlərdə İbada iştirak eləməyi, öndə getməyi arzu edirəm. Arzu edirəm ki, İbadın növbəti yubileylərini inşallah işğaldan azad olunmuş Qarabağda qeyd eləyək və siz dostlar da bizim orada qonaqlarımız olasınız. Bir daha hamınıza öz təşəkkürümü bildirirəm. Çox sağ olun.